Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Bu il iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək və Azərbaycan-Ermənistan arasında gedən bu danışıqlar, sülh danışıqları prosesindən sonra bu parlament seçkilərinin nəticələri bizim üçün olduqca vacibdir. Təbii ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqları yekunda sülh müqaviləsi ilə nəticələnəcək. Amma burada bir ayrıntını nəzərə alaq ki, həm erməni kilsəsi, həm də erməni diasporası bu sülh danışıqlarından nə razıdır, nə də onun yekun müqaviləsinin bağlanmağını istəmirlər. Bunları müzakirə etmək üçün bugün studiyamızın qonağı tarix üzrə fəlsəfə doktoru Talih Cəfərovdur. Gəlin mövzunu onunla birgə müzakirə edək. Talih bəy, xoş gəlmişsiniz proqramımıza. Gördük, təşəkkür edirəm. Biz uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsində həmişə yalnız qarşımızda Ermənistan dövləti deyil, həm də erməni kilsəsi və diaspora və lobbi olubdur. Yəni əslində üç güclə savaşmışıq: Ermənistan dövləti, kilsə və diaspora təşkilatları. Bugün sülh danışıqları prosesi gedir. İyun ayında indi parlament seçkilərindən sonra bu tam aktiv bir fazaya keçəcək. Sizcə biz sülh müqaviləsində həm Ermənistanla, həm diaspora ilə, həm də kilsə ilə sülh bağlaya biləcəkmi? Deməli, İlham müəllim, əslində bu sülh prosesi ərəfəsindəki hadisələrə nəzər yetirsək, görərik ki, Ermənistandakı siyasi qüvvələrin əsas məqsədi sülhə qədərki prosesdə bu işi əngəlləməyə çalışan əsas üç qurum, yəni Ermənistan Respublikası, diaspor və kilsənin belə deyək ki, fəaliyyətində müəyyən dəyişikliklərə imza atmaqdır. Çünki dövlətin xarici siyasətinin, ümumiyyətlə sülh prosesinin tənzimlənməsində əsas açar rollardan birini kilsə və diaspor oynayır. Və diasporun demək olar ki, Vətən müharibəsindən sonraki fəaliyyətinə biz nəzər yetirsək, görərik ki, diaspor artıq əvvəlki gücünü, funksiyasını demək olar ki, itirmişdir. Diasporun, yəni Robert Koçaryan, sonra Sarkisyanın dövrdə Ermənistana göstərdiyi təzyiqlər və yaxud da ki, dəstək indi mümkün deyil. Yəni, Paşinyanın ilk uğurlarından biri deyərdim ki, onun diasporanın Ermənistana təzyiqlərini sıfıra endirməsidir. İndi biz bunu siyasi tərəfindən, bugünkü günündən müqayisə eləmirik. Məsələn, mən istəyirəm bunun başqa bir tərəfini müzakirə eləyək ki, bu əslində Ermənistanı həmişə idarə edən kilsə olur. Kilsə təkcə dini bir baxış yeri deyil, dini bir ayin eldəcəkləri yer deyil, həm də onların milli kimliyini formalaşdıran bir institut kimi rol oynayır. Və eyni zamanda bu diaspora təşkilatları da həm onların beynəlxalq aləmdə həm maliyyə baxımından, həm təbliğat baxımından açar rol oynayırlar. Sizcə indi bugünkü diaspora təşkilatlarının səssiz qalmağı, onların fürsət axtarma kimi nəzərə alına bilərmi? Yəni onlar doğrudanmı susub çəkiləcəklər, yoxsa bu prosesdə bir vaxt qarşımıza çıxacaqlar? Əslində, diasporun belə səssiz qalmasının səbəbi, yəni Vətən müharibəsindəki Ermənistanın onları məyus etməsidir. Yəni, Ermənistanın Vətən müharibəsindəki ağır məğlubiyyəti diasporu gözlədiyi hədəfləri arxa plana keçirmiş oldu. Diaspor Ermənistanın qələbəsinə inandığı halda, ən azından Qarabağdakı torpaqları saxlayacağını gözlədiyi halda əslində bu baş vermədi və Azərbaycanın əzəli torpaqları belə deyək ki, özünə qaytarılmış oldu və bu diasporda dediyim kimi məyusluq yaratmış oldu və diaspor öz gözləntilərini bundan sonraki mərhələyə saxlayır demək də bir qədər hardasa absurd görünə bilər. Çünki bu günləri Amerika Birləşmiş Ştatlarındakı diasporun özündə hardasa parçalanmalar var. Bəzi qüvvələr, mən arxivlərdə işlədiyimdən deyirəm bunu, yəni Amerikanın belə deyək ki, siyasi sferasına təsir göstərməklə müharibənin yenə də alovlanmasını, bəziləri isə artıq bu problemin bitmiş olduğunu bildirirlər və əslində Ermənistan bölgədəki vəziyyətinin daha sonraki vəziyyətinin daha stabil olmasını düşünürlər. Yəni qonşularla münasibətlərin nizama salınması, real Ermənistanın
gerçəkləşdirilməsini düşünür. Amma əslində onun diasporun radikal qanadı olan Amerika Erməni Milli Konqresi və Amerika Erməni Assambleyası ki, bunlar Amerika Birləşmiş Ştatlarının ən böyük lobbi təşkilatlarıdır və bu lobbi təşkilatları diasporun siyasi qanadını təşkil edirlər. O lobbi qanadlarında demək özləri daxilində də parçalanmalar var bu məsələyə münasibətdə. Ona görə bəziləri, məsələn, Amerika Milli Konqresinin Qarabağ məsələsinə münasibəti daha radikaldır. Amerika Erməni Assambleyasının Dağlıq Qarabağ məsələsinə münasibəti daha loyaldır. Hardasa kompromisə gəlmək məqsədi daşıyacaq bəyanatlar verilməsi ilə bizi xarakterizə olur. Amma diaspor istənilən halda böyük bir gücdür. Diaspor bu günləri erməni diasporu dünyada Yahudi və Yunan diasporundan sonra üçüncü ən böyük həm iqtisadi imkanlara malik, həm də siyasi təşkilatlanmış şəkildə fəaliyyət göstərir. Ermənilərin maraqları uğrunda mübarizə aparan böyük Amerika Birləşmiş Ştatları Konqresində böyük kokusa malik olan hardasa 120-yə yaxın, 130-a yaxın senatorları öz ətraflarında cəmləşdirə biləcək böyük bir gücdür, böyük bir qüvvədir və onların Amerika siyasi həyatına təsir imkanları daha böyükdür, xüsusilə seçkilər ərəfəsində və Amerika vətəndaşlarının real vergi ödəyicilərinin hardasa deməli Samuel Oyimzin də qeyd etdiyi kimi 1,4 milyard dollarlıq bir vəsait vergi ödəyicilərinin Amerikaya, Ermənistana dəstəyidir. Erməni diaspor heç vaxt real həyatdan, real vəziyyətdən barışmayacaq. Sadəcə onları indiki dövrdə erməni diasporu izolyasiya olunmuş bir vəziyyətdədir. Erməni diasporunun Ermənistana həm iqtisadi, həm siyasi təsirləri demək olar ki, zərərsizləşdirilmiş bir vəziyyətdədir. Yəni onlar... İndi biz tək Amerikanın dediniz, Amerika deyil, Avropadakı diaspor təşkilatlarının da lobbilərinin biz son vaxtlar onların təsirlərinin artdığını görürük. Elə bir ki, naqdan vəziyyətində olan bir diaspora artıq bundan çıxmağa çalışır. Hətta biz bu söhbəti elədiyimiz anda Hollandiyada İlhan Aşkın, Azərbaycan, Türkiyə, Hollandiya cəmiyyətinin sədri, onun bilirsiniz 2014-cü ildə Qarabağ sizə məzar olacaq sözünə görə onun 12 ildə artıq məhkəməsi gedir və bugün də həmin məhkəmə gedir və biz burada nə görürük? Avropada olan diaspora, erməni diasporası lobbisi yenə də əl çəkmək istəmir. Yəni yenə də bir yerdən hərəkətə keçmək istəyir. Ona görə bu diasporanın sakitliyini, yəni 100 illərlə gətirdikləri bir mübarizədən də çəkiləcəklərini düşünməyimiz də sadəlöv olardı hər halda. Əlbəttə ki, yəni erməni diasporunun Amerika və Fransa, Avropa və Amerikadakı diasporların özünə məxsus xüsusiyyətləri var. Əgər Amerikadakı diaspor bir qədər qondarma erməni soyqırımı iddialarını əsas götürüb həyatda qalmağı və bütövlüyü qorumağı düşünürsə, Avropadakı erməni diasporu birbaşa belə demək mümkündürsə, assimilyasiyadan qorxmağı, əriməyi düşünür və onun qarşısını almaqdan ötəri, yəni belə demək mümkündürsə, siyasi prosesləri daim gündəmə gətirməklə erməni xalqını ayaqda saxlamağa çalışır. Azərbaycanın bu qələbəsi nəinki Avropada bir sıra qüvvələri narahatçılığını ortaya qoymuş oldu. Eyni zamanda onların fitvası və dəstəyi ilə ölmüş olan diaspor fəaliyyəti yenidən süni şəkildə dirildilməkdədir. Xüsusilə Avropanın əsas siyasi mərkəzləri sayılan Brüsseldə, Hollandiyada və Belçikadakı belə deyək də, bu son parlamentarlərin Azərbaycana yönəlik fəaliyyəti də birbaşa erməni diasporunu hərəkətə gətirmək, onların parlamentə belə deyək ki, bu Azərbaycanın qələbəsini kölgə altına salmaq və s. və ilaxırdır. Ancaq ümumi götürsək, yəni erməni diasporunun Avropada fəaliyyəti Amerikaya nisbətən daha aktiv görünür. Bu da xüsusilə Fransadakı erməni lobbi təşkilatlarının, eyni zamanda diaspor fəaliyyətinin daha iqtisadi imkanlara malik olmasıdır. Parlamentarilərin ələ almaqla məşğuldur. Amma Avropadakı o adlarını çəkdiyimiz ölkələrin Azərbaycana qarşı qərəzli mövqeyidir bu əslində. O qərəzli mövqe, yəni həm Azərbaycan qələbəsini həzm etməməkdir, Azərbaycanın bölgədə, regionda imkanlarının artdığını həzm edə bilməməsidir. Eyni zamanda da diasporu bu işə belə deyək ki, şirinlikləndirməklə, ümumiyyətlə seçki öncəsi ərəfədə bir növ bəlkə də erməni hökumətinə belə deyək ki, bildirməyə çalışırlar ki, bu məsələ öz həllini tapmayıb və hardasa Avropadakı erməni diasporunun maraqları da nəzərə alınmalıdır və yaxud da diaspor yalnız kənarda
kənarda saxlanıla bilməz. Diaspor Ermənistan siyasi həyatında bir nömrəli aktorlardan biri olmalıdır və onun təsir imkanları mütləq nəzərə alınmalıdır. Talibən, biz başqa bir xətt də görürük. Bu yaxınlarda bizim jurnalistlərdən biri paylaşmışdı. Amerikada çəkilən bir dizidə, serialda Amerikalı həm milyarder, həm də mafiya başçısı öz qızının toyunda öz oğluna deyir ki, Ermənistanın torpaqları alınıbdır, Ermənistanın mübarizəsi olacaq, o orada savaşmağa getməlidir. Biz burada bir kriminal ünsürləri təzədən canlandırmaq meyllərdə görürük. Bu 70-ci illərdən sonra bilirsiniz ki, erməni terror təşkilatları Türkiyə böyük diplomatlarına qarşı da terror törətmişdir. Belə bir xətt ermənilərin zaten bunların yapısında belə bir xətt var. Bunları inkişaf elətdirə bilərlərmi sizcə? Əslində indi bu çəkilən dizidəki hadisələr əslində indinin hadisələri deyil də. Məsələn, Ağrı dağında 40 gün adlı filmdə də ermənilərin hansı ki o Şərqi Anadolu torpaqlarından köçünü əks etdirən, qondarma erməni soyqununu təsvir edən ki, bu sənədli filmləri əks etdirən bir filmdir. Burada daim bunlar mütəmadi olaraq belə təsir edici filmlər çəkməklə onlar belə demək mümkündürsə həmin bölgələrə olan maraqlarını itmədiyini göstərir. Yəni o müqəddəs torpaqlardır, ora daim bizimdir, bizim olacaqlar. Sadəcə olaraq indiki dövrdə Azərbaycan güclü tərəfdir və Azərbaycan bundan istifadə edib o torpaqları bizim əlimizdən alıb və ideoloji xətt qoyurlar ortalığa. İdeoloji xəttdən çıxaraq, yəni erməni gənclərini, həm Ermənistandakı gənclər, həm diaspordakı gəncləri bir hədəfə yönəldirlər ki, unutmasınlar erməni gəncliyi Qarabağı, erməni gəncliyi Qərbi Ermənistan indiki Şərqi Anadolu torpaqlarındır ki, hansı ki bu torpaqlar ermənilərin Qərbi Ermənistan düşüncəsində olan torpaqlardır. Onları unutmasınlar, onları gələcək hədəflərdə real həyata keçirir. Məsələn, Serj Sarkisyanın Gorus 2010 absurd teatr mövzusu. Həmin vaxtı Gorusda Sarkisyanın erməni diaspor nümayəndələrini toplayıb orada bildirmişdi ki, bizim nəsil Dağlıq Qarabağı həll etdi. İnşallah siz gənclər isə gələcəkdə Azərbaycan digər torpaqlarını həll edəcəksiniz. Yəni bunlarda bu ideoloji xətt müxtəlif formalarda, müxtəlif vasitələrlə insanlara daimi olaraq çatdırılır və insanları indiki vəziyyətdən hesablaşmamağa, indiki vəziyyətdən belə deyək ki, razılaşmamağa çağırırlar ki, və bizim işimiz hələ qarşıdadır və bu işdən, yəni bugünkü real hakimiyyət əgər barışırsa, biz bu işdən barışmırıq. Diasporun mövqeyi indiki real Ermənistanın mövqeyinə tamamilə fərqlidir. Yəni erməni gənclərinin beyinləri daim belə ideoloji xəttlərlə doldurulmuşdur. İndiyə qədər ona görə zəhərlənmişdir. Ona görə də diaspor Ermənistanın indiki hökumətinin qonşu dövlətlərlə sağlam münasibətinə daim qarşı çıxacaqdır. Bu təbii ki, diaspor strategiyasını bilən, diasporu tədqiq edən bir insan kimi qeyd edirəm ki, yəni diaspor heç vaxt real indiki Ermənistanın siyasəti ilə heç vaxt barışmayacaq. Çünki siz tarixçi olduğunuz üçün, bax bunları niyə deyirik? Biz sadəcə 20-ci əsrin özünə belə baxsaq, görərik ki, bir neçə mərhələlərdə biz ermənilərlə həmişə münaqişədə olmuşuq. Yəni onlar tərəfindən başladılan bir münaqişə olubdur və bunlardan barışıq da əlin olubdur. Amma bu heç vaxt davamlı olmur. Çünki millətin şuurunda, yaddaşında həmişə bir düşmənçilik obraz var. Və bunu yaradan təkcə diaspora deyil. Diaspora indi bunu kənardan dəstək verən bir güc idi. Amma bunu ən çox tətkiləyən və el arasında belə ilana ağ verən kərtənkələ deyir. Bu xətti yönədən kilsədir. Düzdür, kilsənin son hadisələrdə də kilsədən tutulanlar var, onları da biraz neytrallaşdırmış kimi görünür. Amma kilsənin burada rolu nədir? Kilsə gələcəkdə hansı eləyə biləcək? Kilsə, ümumiyyətlə, erməni kilsəsi, həm də bayaq da dedik, milli kimliyi daşıyıcısı bir institut rolunu oynayır. O sülh proseslərində razılaşacaqmı? Əslində erməni kilsəsi hadisələrin arxasında duran əsas siyasi gücdür. Yəni ən böyük aktor elə erməni kilsəsidir. Çünki erməni kilsəsi əslində bu Qarabağ hadisələrini körükləyən, ümumiyyətlə erməni-Azərbaycan münasibətlərini həmişə daim gərginlikdə saxlamağa çalışan, onun əsas gizli gücü, gizli əli məhz erməni kilsəsidir. Erməni kilsəsinin belə deyək ki, maraqlarında bu torpaqlarda daim qan tökülməli, daim bu torpaqlar ondan mübarizə
mübarizə aparılmalı, Böyük Ermənistan reallaşdırılmalı, erməniçilik öz hədəflərinə çatmalıdır. Bunun üçün də yəni Böyük Ermənistan planı daim o kilsənin ambarlarında yatmış xəritələrdə öz əksini tapır. Və bu günləri Ermənistan real hökuməti Paşinyan və digər yəni real Ermənistan hökuməti əslində kilsənin o gücünü, siyasi gücünü zəiflətməklə əslində idarə olunan bir kilsə belə deyək ki, marağındadır. Çünki kilsə müstəqil ola bilməz. Kilsə dövlətin belə deyək ki, əsas sütunlarından biri olmaqla dövlət maraqlarını müdafiə etməlidir. Kilsə dövlətin maraqlarından kənarda özü müstəqil xarici siyasət və yaxud da hər hansı bir siyasət yürüdə bilməz. O baxımdan Paşinyan da çalışır ki, erməni kilsəsinin mövqelərini sarsıtmaqla əslində sülh prosesinə kilsənin dəstəyini qazanmağa çalışır. Buna nail olacaqmı? Ermənistan son dövrdə yaradılmış bir dövlətdir, amma ermənilər həmişə kilsə ilə idarə olunmuş xalqdır. Ermənistandakı kilsələri sakitləşdirə bilərsən, amma kənarda da ermənilər o kilsələrlə idarə olunurlar əslində. Onlar necə edə bilirlər? Əslində tamamilə doğrudur və Ermənistandakı Türkiyə Etməcəsi kilsəsinin belə deyək ki, mövqeyi sarsıldı, kilsə xadimləri tutularaq içəri atıldı, müəyyən işlər görüldü, yəni daxildə müəyyən işlər görüldü. Təbii ki, bu sülh prosesinə gedən yolda böyük bir addımdır. Amma bildiyimiz kimi təbii ki, Antilyas kilsəsi var, yəni sonra İstanbulda Patriarx kilsəsi var ki, ermənilərin böyük kilsəsi. Türkiyədə bir neçə kilsələr var. Böyük bir kilsəsi İstanbulda yerləşir bunların. Böyük bir kilsəsində bir Antilyas kilsəsi Livanda yerləşir. Çünki diaspora iki əsas kilsə ətrafında formalaşıb. Yəni bu kilsələrin fəaliyyəti diasporadakı fəaliyyəti o qədər də önəm kəsb etmir. Əsas yəni onların Ermənistana təsir imkanları o kilsələrin demək olar ki, o qədər də deyil, etməcin qədər deyil. Etməcin isə daxildə olan və dövlət içində dövlət funksiyası daşıyan bir kilsədir. Ona görə də ermənilər hər zaman kilsəyə inanıblar. Dövlətçilik olmadığı hallarda kilsə o funksiyanı öz üzərinə götürüb və kilsə müəyyən işlər görüb. Kilsə erməni ərazilərinin böyüdülməsində böyük rol oynayıb. Kilsə əslində erməni xalqının ayaqda qalmasında əsas fiqurlardan biri olmuşdur. Amma bugün kilsənin o zaman dağıdıcı fəaliyyəti arxa planda qalmışdır. Yəni bu hadisələri körükləyəcək planları erməni xalqının düşüncəsində arxa planda qalmışdır. Çünki onların həyatda var olmasının əsas açar kilsə olduğuna görə kilsənin o digər fəaliyyəti kölgədə qalmışdır. Bugün erməni xalqı əslində hökumətin kilsəyə olan münasibətindən o qədər də məmnun deyil. Bu onu göstərir ki, kilsə identikliyi o qədər erməni xalqının beyinlərində oturub ki, oturuşmuş bir şuur altında bir yerdədir ki, o stereotipləri dağıtmaq hələ bu qədər tez deyil. Yəni tezdir hələ. Yəni belə fikrimi elə çatdırım ki, yəni elə də asan deyil. Ona görə illər lazımdır ki, erməni kilsəsinin o illərlə erməni xalqının beyinlərində otuzdurduğu o belə deyək ki, şüarları sındırmaq, dağıtmaq bir 10 illər alacaqdır. Amma indiki real vəziyyətdə hökumətin etməcil kilsəsini belə deyək ki, zərərsizləşdirdiyi bu mərhələdə onun seçki prosesinə təbii ki, kifayət qədər yetərli bir mövqeyə gətirib çıxartmışdır. Amma ermənilərin tarixindən və yaddaşından, özlərinin bugünkü həyatından kilsəni də çıxarsan, ermənilərin özündə də bir şey artıq qalmayacaq. Yəni bunu ermənilər özləri anlayır. Paşinyan özü də bilir ki, yəni erməni xalqının bu vəziyyətə düşməyində, onun bütün bölgə xalqlarına qarşı bir mənfi imij formalaşdırmasında, bölgə xalqlarının hər birinə qarşı ərazi iddiaları əsas səbəbkarı kilsə olduğuna görə bu xalqı uçuruma aparan, bəlaya aparan da kilsədir. Kilsənin ətrafında erməni dövləti yox, dövlət kilsə ətrafında formalaşa bilməz. Kilsə dövlətin əsas atributlarından biridir. Yəni o baxımdan erməni dövləti o vaxt güclü olacaq ki, kilsə ona tabe olacaq. Kilsə onun belə deyək ki, təsirləri altında qalacaqdır. Buna etməyə çalışıb. Ancaq yenə qeyd etdiyim kimi, əlbəttə ki, erməni xalqının həyatda var olduğu əsas belə deyək ki, alət, əsas aktor kilsədir. Kilsə təbii ki, əslində elə Vətən müharibəsindən bu günə qədər də apardığı təbliğatın kökündə dayanan səbəb yenə də torpaqların geri qaytarılması, revanşist qüvvələrə dəstək, erməni 2-ci Qaraginin belə deyək ki, hakimiyyətin əks cəbhəsində yer alması, belə deyək ki, onun diasporadakı
o müəyyən siyasi qüvvələri tətikləməsi, Paşinyana qarşı onları vəhdət gətirməsi, siyasi mübarizənin təşkili və s. bütün bunlar hamısı təbii ki, kilsəyə qarşı aparılan fəaliyyəti, belə deyək ki, daha da gücləndirir. Mən hesab edirəm ki, erməni xalqı, yəni öz real, belə deyək ki, addımını ataraq doğru qərar qəbul edəcək və kilsənin buxovundan bir dəfəlik xilas olacaqdır. Necə düşünürsünüz? Əvvəllər ermənilər həm diaspora, həm kilsə, həm də Ermənistan dövlətinin özündə belə bir düşüncə var idi. 4T planı deyilən bir şey var idi. Təbliğat, təzminat, tanıtma, sonra torpaq və təzminat almaq. Bunların hamısını formalaşdırırdılar qondarma erməni soyqırımından. Sizcə bu 100 illik gələ bilən bu strateji xəttdən uzaqlaşıb başqa yerinə nə qoymaq istəyirlər ermənilər? Əslində 4T planı düzdür, yəni o plan xaricdəki erməni diasporu tərəfindən aidiyyət doktrinasının tərkib hissəsi idi. Amerikadakı aidiyyət doktrinasını torpaq, təzminat, tanıtmaq və tanımaq. Təbii ki, bu plan 100 il ərzində bu plan işlədi. Müəyyən dövlətlər tərəfindən belə deyək ki, qondarma soyqırımının tanınması istiqamətli müəyyən addımlar atıldı. Bəzi ölkələr tanındı. Bəzi ölkələr 30-a yaxın, 30-dan artıq ölkə hardasa qondarma erməni soyqırımı bu və digər formada tanımışdır. Ancaq bu qırılma nöqtəsi 2015-ci ildə oldu. Yəni bu 4T planının. Çünki 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi tədbirləri keçirildi və Ankara hökuməti də buna cavab olaraq Ankarada böyük bir törən düzənlədi və əks belə deyək ki, buna qarşı və orada biz gördük ki, yəni cəmi 3 ölkənin prezidenti İrəvana getdiyi halda, yəni 20-dən artıq dövlət və hökumət başçıları Ankaraya getmişdi və orada böyük bir belə törəndə iştirak etmişlər. Bu göstərir ki, dünya erməni yalanlarına inanmadı. Dünya erməni yalanlarının arxasında durmadı. Dünya həqiqətin arxasında durdu. Dünya əslində bilirdilər həqiqəti. Təbii ki, bütün dünya bilirdi ki, bu hadisələr olmayıb. Sadəcə olaraq qondarma erməni soyqırımı diaspor erməniləri ayaqda saxlamaq üçün, onların assimilyasiyasının qarşısını almaqdan ötürü erməni xalqını həmişə Türk xalqına qarşı birləşdirəcək bir güc kimi, yəni təbii ki, qondarma erməni soyqırımını daimi şeydə saxlayırlar, aktiv bir fazada saxlayırlar. Əslində isə, yəni o 2015-ci ildə artıq 100 illik bitdi və onda da biz demişdik ki, bundan sonra erməni diasporunun qondarma erməni soyqırımına münasibəti eniş xəttini götürəcəkdir və ondan sonra biz fikir verin, 2015-ci ildən sonraki mərhələdə bir dənə də ölkə deməli, qondarma erməni soyqırımını tanımamışdır. Amma biz yenə də Ermənistan müxalifətindən bu kartdan, həm Qarabağ kartından, həm də bu soyqırım məsələsindən iqtidara qarşı istifadə edirlər. Yəni onu yenidən gündəmə gətirmək cəhdləri var. Necə eləməliyik ki, bu tamamilə Ermənistanın gündəliyindən çıxarılsın? Gündəlikdən çıxarılması üçün təbii ki, biz özümüz çox böyük iş aparmalıyıq, təbliğat işlərimizi gücləndirməliyik. Siz bilirsiniz ki, 2008-ci ildən artıq Türkiyə, Azərbaycan diaspor təşkilatları vahid koordinasiya şəklində çalışırlar. Yəni həm Avropa ölkələrində, həm də Amerika Birləşmiş Ştatlarında. Çünki o dövrə qədər deməli Azərbaycan diasporu belə deyək ki, tək mübarizə xəttini götürmüşdü, amma 2008-ci illərdən sonra artıq 2009-2010-cu illərdə xaricdəki türklər və qohum-əqraba topluluqları ki, Türkiyədə qurum yaradıldı, Türkiyə diasporu artıq ilk addımları atıldı, ilk rüşeymləri formalaşmağa başladı. Bununla bağlı belə deyək ki, strateji xətt müəyyənləşdirildi, quruculuq işlərinə başlanıldı və xətt belə götürüldü ki, Azərbaycan-Türkiyə diasporları onsuz da vahid belə deyək ki, iddialara qarşı mübarizə aparır. Hər ikisi erməni iddialarına əziyyət çəkir. Hər ikisi ermənilərin ərazi iddiaları planlarından əziyyət çəkir. Soyqırım iddialarına əziyyət çəkir. Hər bu ermənilər həm Türkiyə, həm Azərbaycana qarşı belə deyək ki, tədbirləri vardır və onlara qarşı birgə mübarizədə xəttin əsas tərəfdaşlığın əsas birgə belə deyək ki, ideyasıdır və bizi orada eyni zamanda Yahudi diasporu da dəstəkləyir. Yahudi lobbisi Amerika Birləşmiş Ştatlarında ən böyük gücüdür deyərdim ki və üçlü belə deyək Yahudi, Türk və Azərbaycan lobbiçiliyi birgə erməni iddialarına qarşı mübarizə aparır və erməni diasporu da tək deyildir orada. Onları da Yunan diasporu dəstəkləməkdədir və Yunanların da tarixi belə deyək ki, Türkiyəyə qarşı ərazi iddiaları, adalar məsələsi,
Konstantinopol məsələsi və s. və ilaxır. Bunlar da birləşdirən maraqlardır. Bunlar da bir hədəf. Bu məsələlərdə bir dənə də qalır cəmiyyətlərin. Məsələn, Azərbaycan tərəfindən bu gün də biz qeyri-hökumət təşkilatları səviyyəsində də artıq ictimaiyyətin də bir-birinə gediş-gəlişi olub sülh prosesinə öz töhfələrini vermək istəyirlər. Sizcə Ermənistan cəmiyyəti bu sülh prosesinə hazır olacaqmı? Çünki nifrətlə böyüdülmüş böyük bir kütlə var, böyük bir nəsil var. Bunların kitabları, ədəbiyyatları hamısı bunun üzərində qurulur. Sizcə Ermənistan cəmiyyəti ilə sülh bağlaya biləcəkmi? Mən elə hesab edirəm ki, yəni Paşinyanın hakimiyyətə gəldiyi dövrdən bəri Ermənistanda müəyyən, belə deyək ki, fikir formalaşmışdır artıq. Yəni müəyyən atılan addımlardan da erməni xalqı onu görür ki, davamlı düşmənçilik münasibətləri erməni xalqının gələcəyini heç vaxt müəyyən edə bilməyəcəkdir. Və Paşinyan bunu öz əməlləri ilə göstərməyə çalışır və həm Türkiyəyə qarşı, həm Azərbaycana qarşı tutduğu, aparmış olduğu xətt erməni xalqının müəyyən kəsimlərində, xüsusilə gənc nəsildə deyərdim ki, barışığa meyillilik təmin etməkdədir. Onun atdığı Azərbaycanla son iqtisadi addımlar, belə deyək, neft və neft məhsullarının Azərbaycandan Ermənistana daşınması və onun alınması, eyni zamanda Türkiyə ilə artıq sərhəd məsələlərinin demək olar ki, son hadisə mərhələsindədir. Sərhəd qapılarının açılmasına yönəlik fəaliyyət, eyni zamanda təyyarə reyslərinin, belə deyək ki, artımının sürətləndirilməsi və s. və ilaxır və xalq diplomatiyasının davamlı şəkil alması onu göstərir ki, Ermənistan Azərbaycanla münasibətləri dinc şəraitdə qura bilər və qonşuluqda bir sülh, belə deyək ki, adası formalaşdıra bilər. Paşinyana burada biz xalqın nə dərəcədə Paşinyana bu seçkilərdə verəcəyi dəstəkdə də biz görə biləcəyik ki, bu seçkilərdə əgər Paşinyan böyük hesabla qələbə qazanacaqsa, demək ki, onun ideyaları erməni xalqının müəyyən kəsimlərinə demək olar ki, çatmışdır və dəstəklənməkdədir. Mən elə hesab edirəm ki, get-gedə bu müəyyən yaşlı nəsillər ki, o hansı ki, birinci Qarabağ müharibəsini görmüşdür, Xocalı faciəsinin hansı soyqırımını törədən iki nəsil var idi. O nəsillərdə Azərbaycan xalqına bir aqressiv, belə deyək, kin, nifrət hələ də qalmaqdadır. Amma gənc nəsildə hardasa onlar yeni sülh şəraitində böyüyən nəsillərdir. Onlar itkilərsiz bir Ermənistan istəyirlər və sülh şəraitində yaşamaq tərəfdarıdırlar. Təbii ki, onlar Paşinyanı müdafiə edəcəklər və biz yaxın 5 ildə, 10 ildə təbii ki, bölgədə hesab edirəm ki, belə deyək ki, sabitliyi görə biləcəyik. İnşallah. Talib, bu da son sualım olsun. Ümumiyyətlə tarixçisiniz. Əgər tarixə nəzər salsaq, bu son 200 illik tariximizə nəzər salsaq ermənilərin, siz şəxsən inanırsınızmı ki, sülh prosesində ermənilər qətiyyətli mövqe ortaya qoyacaqlar? Sülh prosesində həmişə ermənilər, belə deyək ki, həmişə Paşinyanın öz çıxışında da, son çıxışında da, parlamentdəki çıxışında da qeyd etdi ki, ermənilərin həddindən artıq tələbləri məhz onları indiki vəziyyətə gətirib çıxartdı və onların absurd tələblər, Azərbaycan qarşısında belə deyək ki, qoyduqları absurd tələblər Azərbaycan Dağlıq Qarabağın itirilməsi ilə nəticələndi. Yəni Azərbaycan xalqının hərbi güc tətbiq etməklə torpaqları geri qaytarması demək olar ki, bu planı həll etmiş oldu. Mən təbii ki, hesab edirəm ki, yəni erməni cəmiyyəti yəni bu stereotipləri dağıdacaq. Çünki Ermənistanda aparılan sorğulara nəzər salsaq görərik ki, il belə deyək ki, yəni qonşularla münasibətlər məsələsi münasibət müsbətə doğru dəyişməkdədir. Ümid edək ki, müsbətə doğru demək, təbii ki, bu stereotipləri sındırma, illərlə o formalaşmış tabular ki var, o tabuları dağıtmaq asan məsələ deyil. Paşinyan kimi bir insan müharibədə məğlub tərəf kimi çıxsa da, amma sonradan yenə seçkilərdə qalib tərəf kimi ayrıldı. Bu onu göstərir, onda erməni xalqı onu seçməyə də bilərdi. Amma həmin indiki real vəziyyətdə Ermənistanı irəli apara biləcək yeganə siyasi qüvvə varsa, o da Paşinyan hökumətidir. Onun da qonşulara münasibəti demək olar ki, Ermənistanın gələcəyini təmin etmək üçün atılan addımlardır ki, Ermənistan bu buxovdan, belə deyək ki, o hər tərəfdən sıxılmış bir vəziyyətdən çıxa bilsin və region ölkələri ilə normal münasibətləri təmin edə bilsin. Həyatda qalmaq üçün deyək ki, bir mübarizədir bu. Mən çox təşəkkür edirəm Talib bəy, gəldiniz, müzakirə elədik bu mövzuları. Amma
Mənə də elə gəlir ki, Ermənistan sadəcə olaraq çıxılmaz bir durumda idi bugünkü zəifliyində. Bu ermənilərin tarixində hər zaman onlar məğlub olanda və yaxud zəifləyəndə siyasətlə yanaşırlar. Bu onun fürsət kimi dəyərləndirir. Bugün artıq başqa çıxış yolları yoxdur. Düşünürsünüz ki, yəni bunun zəif tərəfi olduğunu. Elə hesab edirəm ki, Paşinyan və Koçaryan, Sarkisyanın timsalında yox, şəxslərin timsalında yox. Ümumiyyətlə bölgədə biz elə bir gücə çevrilməliyik ki, erməni xalqı düşmənçilik etməyi belə düşünməməlidirlər. Bu bizim ən böyük ermənilərə qarşı strategiyamız bu olmalıdır ki, heç vaxt o qədər güclü olmalıyıq ki, onlar hətta düşmən kimi düşünməyi belə ağlarına gətirməsin. Mən bir daha təşəkkür edirəm sizə gəldiyinizə görə. Minnətdaram, var olun. Çox sağ olun, təşəkkür edirəm. Əziz izləyicilər, proqramımız sona çatdı. Xatırlayıram ki, bugünkü qonağımız tarix üzrə fəlsəfə doktoru Talih Cəfərov idi. Sağ olun, görüşənədək.